Zəngəzurda üç rəngli bayrağımız qürurla dalğalanır. Xalqımızın ən əziz və sevimli bayramı olan Novruz ölkəmizin bütün güşələrində xüsusi coşqu və məhəbbətlə qeyd edilir. Qədim dövrlərdən bugünə kimi qorunub saxlanan bu əziz bayram Bakı şəhərində də geniş keçirilir. Bakıda metronun Gənclik stansiyasının yaxınlığında Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib bəy Yusufəli küçələrinin kəsişməsində bu yaxınlarda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən açılışı keçirilən Yeni İstirahət Parkında bu parkın rəhbərliyi və Regional İnkişaf İctimai Birliyi ilə birgə Bakı sakinləri və şəhərimizin çoxsaylı qonaqları, həmçinin uşaq evlərinin balaca sakinləri üçün möhtəşəm Novruz şənliyi təşkil edilib. Bayram əhval-ruhiyyəsində rəngarəng bəzədilmiş parkda xalq tətbiqi sənət nümunələrinin təbliğ edildiyi çadırlar quraşdırılıb, gənc rəssamların rəsm əsərləri nümayiş etdirilib, tədbirdə əllərində dövlət bayraqları olan milli geyimli atlılar, dəvələrin müşayiəti ilə Kosa, Keçəl, Bahar qızı, nağaraçılar, janglyorlar iştirak ediblər. Novruzlu Regional İnkişaf İctimai Birliyinin şöbə müdürüyəm. Bildirmək istəyirəm ki, bu ildə xalqımız Novruz bayramını yüksək əhval-ruhiyyə, sevinc və qürur hissi ilə keçirir. Prezidentimiz cənab İlham Əliyevin və rəşadətli ordumuzun sayəsində bu ildə ölkəmizin hər yerində bayram tonqalları qalanır. Yeni salınmış və bugün yığışdığımız bu gözəl parkda şəhər sakinlərinə və qonaqlara bayram ovqatını hiss etdirmək üçün çox gözəl şərait və imkanlar yaradılmışdır. Fürsətdən istifadə edərək Regional İnkişaf İctimai Birliyi adından bu gözəl tədbir üçün park rəhbərliyinə öz təşəkkürümüzü bildiririk. Gülşən Cəfərova, Yaşıllaşdırma Təsərrüfat Birliyinin sədr müavini. Bugün Novruz şənliyi təşkil etdiyimiz yeni park xüsusi qeyd etmək lazımdır ki, bir çox təşkilatlar tərəfindən və sahibkarlar tərəfindən müxtəlif təyinatlar üzrə istifadə edilmək istəsə də, dövlət başçımız İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq sakinlərin istifadəsinə verilmiş möhtəşəm istirahət zonasıdır. Bunun nəticəsi kimi sevindirici haldır ki, bugün biz burada Novruz bayramı qeyd edə bilirik. Şənliyimiz sırf milli musiqimiz, milli idman növlərimiz, təamlarımızla təşkil etmişik. Belə gözəl gündə uşaq evlərindəki sakinlərimizi də unutmadıq və onları sevindirmək üçün əlimizdən gələni əsirgəmədik. İnanırıq ki, insanlarımız bugün tədbirdən zövq alacaq və xoş təəssüratlarla ayrılacaqlar. Çox sağ olun. Tədbir zamanı mərkəzdə quraşdırılan səhnədə populyar incəsənət xadimləri ilə yanaşı rəqs kollektivləri çıxış edib, kəndirbazlar öz məharətlərini göstərib, idman meydançasında zorxana, güləş, gimnastika üzrə nümunəvi çıxışlar olub. Eyni zamanda çadırlarda müxtəlif sahələr üzrə ustad dərsləri keçilib, iştirakçılara paxlava, çay təqdim olunub. Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib. Bayram tonqalında agenlərlə birgə rəqs ediblər. Gün ərzində davam edən bayram tədbiri iştirakçıların böyük sevincinə səbəb olub və bayram əhval-ruhiyyəsi yaradıb. Cabir Məmməd, Murad Adiloğlu, Səs TV.